Panda Po və dostluğun gücü. Biri var idi, biri yox idi. Uzaq meşələrin birində balaca, tüklü, şirin bir panda yaşayırdı. Onun adı Po idi. Po çox mehriban və sakit təbiətli panda idi. Günlərini bambuk yeyib təbiəti seyr etməklə keçirirdi. Amma bir arzusu var idi. Dostları olsun, birlikdə oynasın, gülüb əylənsin. Bir gün Po meşənin dərinliyində gəzişərkən bir səs eşitdi. Qalın bir ağacın arxasından balaca meymunun səsi gəlirdi. Ay, burax! Bu mənim bananımdır. Po təəccüblə ağacın arxasına keçdi və orada bananla oynayan balaca tülkü gördü. Meymun isə əsəbi-əsəbi ona baxırdı. Po yaxınlaşdı və dedi: "Salam, mən Poyam. Nə baş verib?" Meymun dedi: "Bu tülkü mənim bananımı oğurlayıb." Tülkü isə qışqırdı: "O yalan danışır. Bu bananı mən tapmışam." Po çaşdı. O sadəcə kömək etmək istəyirdi. Amma indi ortada anlaşılmazlıq var idi. Onlara yaxınlaşaraq yumuşaq səslə dedi: "Bəlkə hər şeyi sakitcə danışasınız. Ola bilər ki, bir-birinizi səhv başa düşmüsünüz." Lakin meymun və tülkü artıq bir-birinə qəzəblənmişdi. Po da nə edəcəyini bilmədi və artıq kədərli halda uzaqlaşdı. Həmin gündən sonra meymun və tülkü bir-birindən qaçmağa başladılar. Hər dəfə rastlaşanda gözlərini yayındırırdılar. Amma bir məsələ vardı. İkisi də tək qalmışdı və ürəklərində bir səs deyirdi: "O gün bəlkə də səhv etmişəm." Günlər keçdi. Yağışlar yağdı, payız gəldi. Meşənin yolları palçıqla doldu. Po hər gün bambuklu təpədə tək otururdu. Bir gün birdən göydə ildırım çaxdı və Po qorxaraq bir ağacın altına sığındı. Tam o anda güclü küləklə bir ağac yıxıldı və Po'nun üstündəki budaqları sıxmağa başladı. O kömək üçün qışqırdı: "Kömək edin, kömək edin!" Sanki möcüzə kimi oradan keçən meymun Po'nun səsini eşitdi. Tez ora qaçdı və "Dayan, Po, səni çıxaracağam!" deyə qışqırdı. Ancaq tək başına bacarmadı. Qaçaraq tülkünün yanına getdi. "Mənə kömək elə, Po çətin vəziyyətdədir." Tülkü əvvəl tərəddüd etdi. Sonra heç bir şey demədən onunla qaçdı. Birlikdə güc toplayıb budaqları qaldırdılar və Po'nu çıxardılar. Po zəif səslə gülümsədi. "Təşəkkür edirəm ikinizə də." Meymun və tülkü bir-birlərinə baxdılar. İlk dəfə səmimi gözlərlə, heç bir söz demədən güldülər. "Bilirsən nə var?" dedi meymun. "O bananı mən düşürtmüşdüm, amma sən ilk götürmüşdün. Bəlkə paylaşmalı idik." "Mən də çox əsəbləşmişdim," dedi tülkü. "Sənə qulaq asmadım." Po gülümsədi və dedi: "Bax, indi əsl dostluq başladı. Səhv başa düşmək olur. Əsas olan bağışlamaq və bir-birini dinləməkdir." O gündən sonra Po, meymun və tülkü ayrılmaz dost oldular. Birlikdə meşənin dərinliklərini kəşf etdilər. Çay kənarında yarışdılar. Ulduzların altında gecələr yatdılar və hər dəfə kimsə dalaşsa, Po onlara bu hekayəni danışardı. Səhv başa düşmək dostluğun sonu deyil, bəzən başlanğıcdır. Panda Po və dostluğun gücü 2-ci bölüm. Sınaq günü. O gündən sonra Po, meymun və tülkü meşənin ən yaxın dostları oldular. Onlara meşədə üçlük deyirdilər. Amma dostluq sadəcə birlikdə gülmək deyil, bəzən sınaqlardan keçmək deməkdir. Bir səhər meşənin kralı, yaşlı bayquş bütün heyvanları yığdı. "Diqqət, meşədə qəribə bir səs eşidilir. Dağın o tayında bir fırtına yaxınlaşır. Kim cəsurdursa araşdırmağa getsin, amma təhlükəlidir." Hamı bir-birinə baxdı. Heç kim cəsarət etmədi. O zaman Po addımlayıb dedi: "Mən gedərəm, amma tək yox, dostlarımla birlikdə." Meymun və tülkü başlarını dik tutub dedilər: "Biz səninləyik."
Beləliklə üç dost yola çıxdı. Sərin səhər havasında meşədən çıxıb dağın ətəklərinə çatdılar. Yol getdikcə daha çətinləşirdi. Tikanlı kollar, sürüşkən qayalar, duman. Birdən bir uçurumun kənarında Po ayağını büdrədi və az qala aşağı düşəcəkdi. Tülkü ildırım kimi atıldı. Onun pəncəsini tutdu, amma özü də sürüşməyə başladı. Meymun dərhal ağac budağını uzatdı və ikisini də çəkməyə başladı. Əlləri titrəyirdi, amma dayanmadı. Nəhayət hər ikisini xilas etdi. Bir müddət heç nə danışmadılar. Sadəcə bir-birlərinə sarıldılar. Tülkü pıçıldadı. Əvvəllər elə bilirdim ki, güclü olmaq üçün tək olmaq lazımdır. Amma indi başa düşürəm, birlikdə daha güclüyük. Dağın zirvəsinə çatanda orada nəhəng bir daşın arxasında qəribə bir mexanizm gördülər. Bu mexanizm fırtına yaradan nəhəng bir boru idi. Nədənsə kiminsə oyuncağı budağa düşmüşdü və havanı qarışdırırdı. Po dedi: "Bunu dayandırmalıyıq, amma ağır görünür." Üç dost plan qurdular. Meymun sürətlə borunun üst hissəsinə dırmaşdı. Tülkü aşağıdakı düyməni tapdı. Po isə ortadakı mexanizmi əli ilə saxladı ki, hər şey dağılıb tökülməsin. 1, 2, 3 deyə saydılar və hərəkətə keçdilər. Mexanizm dayandı. Fırtına səssizcə yox oldu. Günəş buludların arasından göründü. Aşağıda meşə sakinləri göy üzündə bu işığı görüb sevindilər. Evə qayıdanda hamı onları alqışladı. Bayquş başını əyib dedi: "Bugünkü qəhrəmanlarımız Po, Meymun və Tülkü. Onlar birgə çalışıb bizi qorudular. Onların dostluğu sadəcə güclü deyil, müdrik dostluqdur." O gündən meşədə bir qayda var idi. Əgər kimsə dalaşsa, yaşlı bayquş sadəcə bir cümlə deyirdi: "Panda Po'nun nağılını xatırla." Dostluq bəzən dalaşmaqla başlayır, amma əsl dostluq bağışlamaqla böyüyür. İndi isə Po, Meymun və Tülkü hər axşam ulduzların altında çay içib gülürdülər. Onlar bir-birlərinə baxıb deyirdilər: "Səhv başa düşmək bizi ayıra bilərdi, amma bağışlama bizi birləşdirdi."